Müsəlmanlar, ən birinci təqva olmaqda çağıram. Artıq budur, həcc mövsümü qutardı. Həcc necə bilirik, İslamın ərkanlarından biridir və hər bir müsəlmana, imkanı çatan müsəlmana həcc etmək üçün, onun üçün həcc ibadəti vacibdir. Artıq həccilər də çoxsu, həccə gedənlər öz vətənlərinə qayıdırlar və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, kim Allah subhanahu ta'ala evin ziyarət eləsə, həcc eləsə və söyüş söyməsə, fasıq işlər görməsə, pis söz danışmasa, o qayıdışı onun, həcdən qayıdışı elə bir ki, anadan yenidən doğulmaq kimidir. Yəni, hədisdə göstərir ki, həcc ibadətinin əzəmətliyin, ki, həcc insanı təmizləyir. Necə, uşaq dünyaya gəlmir, Peyğəmbər sallallahu aleyhi ve sellem həccin təmizləyin bu cür misal çəkir. Buxarı Müslim rivayət edir. Həmçinin başqa rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ümrədən başqa ümrə arasında edilən günahlar hamısı yuyulur və məbrur həccin isə cəzası, mükafatı ancaq cənnətdir. Yəni, məbrur həcc, yəni o həcc ki, hansı ki, insan gedişində savabın aile olmaq istəyir, Allahın çağırışını qəbul edir, o həcc ki, vacibatları, bütün sünnələri əməlləyir və bu həcc inşallah məbrurdur. Və bu həcci edən elə bir ki, Allah subhanahu ta'ala Peyğəmbər sallallahu ki, Allah ta'ala vəd edib ki, onun üçün cənnət vacibdir. Bu da göstərir həcc ibadətinin əzəmətliyini. Və nə üçün deyirik ki, sünnələri müvafiq? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizə buyurub ki, həcc edəndən sonra demişdi ki, bu cür mən necə həcc etdim, siz də öz edin və cəmaatı da bildirin. Öz kimi hara getdi, öz vətəninə orada bildirsin. Ona görə həcc edən adam, həcc səyahət deyil, həcc ibadətdir. Ona görə bir dənə Məkkəyə gelməklə bitmir, orada əməllər var. İnsan tam hər bir şeyi əmələ getirsə, inşallah yer əməlləsə, inşallah məbrur həcdən nail olacaq. Və həmçinin həccin əzəmətliyi görsənir, o vaxt ki, həcdən qayıdırsan, insan düzəlir. Hətta necə fasıq olursa olsun, görürsən, əməllərin heç olmasa biraz azaldır. Məsələn, görürsən ki, sigaret çəkirdirsə, tərk edir və ya azaldır. Və ya görürsən ki, riba yiyirdi, sələmçiliğinə məşğul olurdu, həcci getdiyinə görə tərk edir. O üçün namaz qıla eləsin. Lakin həcci gələndən sonra deyir, yox. Bu həccin əzəmətliyini göstərir. Həcc necə ibadətdir. Həmçinin görürsən, fahiş işlərlə məşğul olurdu, görürsən, tərk edir. Və ya həmçinin kiməsə zülm edirdi, zalım idi, görürsən, zülmü tərk edir. Və necə görürsən, bütün xətalar, görürsən, həccə gedən adam gələndən sonra, görürsən, hansı nəsə xətası olubsa, onu ya tam aradan götürür və ya azardır, utanır. Çünki həccə gedib. Görürsən, amma namaz qıla, oruç tuta ola bilər bu şeylərlə sən, amma həccə gedəndən sonra deyir, ayıbdır. Həmçinin, qardaşlar, bu da həccin əzmətliyini göstərir. Həmçinin, nəinki həccə gedən həcc ibadəti təsirləyir. Hətta qaydandan sonra da biz görürük ki, həccin təsiri cəmiyyətə də təsirləyir. Çünki həccə gedən adamlar təbii ki, mənəvi cəhətdən özlərini düzəldirlər. Və təbii ki, bu görürsən ki, həkim görürsən öz işində artıq dəyişilir. Müəllimi öz işində, məktəbində dəyişilir. Məsələn, hər kəs öz sahəsində işləyə, görürsən, dəyişilir. Hətta kişi öz ailəsində dəyişilir. Görürsən, bu təsir eləyir ailəyə, qonşuya, qohuma və bu da həccin əzəmətliyini göstərir, arkadaşlar. Ona görə nə qədər müsəlmanlar var, nə qədər ölkələrdə müsəlmanlar var, növbələri deyanlar, görürsən, heç qismət olmur onlara. Bir də Azərbaycandan başqa, çünki Azərbaycan 6.000 idi kvota, eviblər 2.000 hesabla. Çünki bizdə hamısı mələkdir, yəni mənəvi təmizliyə ehtiyac yoxdur ona görə. Həmçinin, qardaşlar, həccin əzəmətliyi həmçinin görsənir, təbii ki, böyük günahları təsirləyir, yəni təsirləyir azalmasına, həmçinin aradan gedməsinə. Nəinki insanın özünə, həmçinin ətrafına təsirləyir. Ona görə Allah subhanətlə buyurur ki, فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَذْكُرُ اللّٰهِ Əl-əyə, Bəqərə surəsi 200-cü ayə. Allah subhanətlə buyurur ki, elə ki, həcci qutardınız, فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَذْكُرُ اللّٰهِ Allah zikr edin. Yəni, bunu göstərir ki, həclə ibadət tutarmır. Həcc eləyəndən sonra ibadət davam edir.
Yəni, Allah'ı xatırla daima, yada sal yenə. Və bəzən çünki görürsən, həcc eləyənlər elə bilirlər ki, qutardı, bu artıq cənnətdə idi, artıq buna çox şey lazımdır, elə deyil. İbadət davam edir, həcdən sonra da və həcdən sonra daha məsuliyyətli olmalısan. Həmçinin, qardaşlar, yəni bu mövsümlər ki, hansı ki, bəzi ibadətlər fərz olur, bu insan, müsəlman həyatı, bütün hər bir həyatı mövsümdür. Hər bir mövsüm, hər bir günlük, hər bir həftəsi, hər bir ay mövsümdür. Ona görə bir dənə həcdə, Kəbədə, Məkkədə özünü günahlardan çəkindirəsən və s. Ona gəlib davamlı olmalıdır həcdən sonra da. Həmçinin, qardaşlar, ümumiyyətlə bilmək lazımdır ki, həcc böyük ibadətdir və ibadət də qulun həyatında nə bildirir? Ən birinci bildirir ki, o ən zəlilliyin surətidir Xaliqi qarşısında. Çünki insan dilinə, düzdür, dildə də ibadət var, ancaq başqa əzaları da olmalıdır ibadət, həmçinin əməlləri də, o da ibadət olmalıdır ki, tam zəlillik olsun Allah Subhanahu, tam qul olsun. Həmçinin ibadət dəlildir ki, insan sadiqdir. İnsan sadiqdir sözündə. Və həmçinin ən gözəl, ən şərəfli məqamdır, ibadət məqamı. İnsan həyatında, müsəlman həyatında. Ona görə bu ibadəti tamamlı eləmək. Məsələn, həcc bizim ən böyük, ən ağır ibadət demək olar həcc. İbadətlərin içində ən ağır ibadət, bəlkə də cihaddan sonra demək olar, həcc ibadətidir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, qadının cihadı, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdular ki, ya Resulallah, qadın üçün cihad var, dedi, hə, dedi, həcc. Yəni, təsəvvürlə, Peyğəmbər sallallahu aleyhi ve sellem həcci cihad kimi vəsf elədir. Ona görə bunun əzəmətliyini göstərir. Həmçinin, qardaşlar, həccə gedən adam, ümumiyyətlə, həccin məktəbinin dərslərindən də həmçinin əlamətlərindən insan şükür çoxaldır. Çünki həccə gedən insan görür olanı, ola bilər heç görməyib, ola bilər şəkildə görür, ola bilər indiki vaxtda televizorda görür, lakin əlhamdülillah özü Kəbənin yanında hiss edir. Bu tamam başqa hissiyatlardır. Ona görə Allah Subhanahu şükür çoxalır. Çünki elə müsəlmanlar var, nə qədər müsəlmanlar var, istəyirlər, gedə bilmirlər və ya qismət olmayıb olar, əslən. Və bu, qulda bu təsirdir həcc, şükrü çoxaltmağa səbəb olur. Və həmçinin, çünki Allah Subhanahu doğrudan da şükrə layiqdir və nə qədər eləsək də yenə azdır. Allah Subhanahu buyurur ki, çünki Allah Subhanahu buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Nəhl surəsi 53-cü ayə. Yəni, hansı neymət var sizdə, nə varsa, hamısı Allahdandır. Ona görə biz məcburik daima şükür edək. Məcburuq, çünki hər bir neymət ki, nə əhatə eləyir, bizdə var, əhatə eləyir, hamısı Allahdandır. Ona görə şükür vacib əməllərdəndir. Və həmçinin həccdən mədrəsə, həccin faydalarından həmçinin, qardaşlar, Allahdan yaxşı zəndə olmaq, ona aparır. Çünki Allah sana nəsib elədi bunu. Yəni, hər bir həccə gələn adam Allahdan ona qarşı mükafat kimi onu rəmsilir, yəni hiss edir. Ki, Allahdan bu mükafatdır buna. Və dərhal zənd çevrilir, Allaha yaxşı zənd. Ümumiyyətlə, mühümdür ki, Allahdan daima yaxşı zənd olmazsan. Nə problemlər olsa həyatında, nə bəlalar olsa, nə çətinlik olsa, Allah Subhanahu yaxşı zənd olmazsan. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, öləndə Allahdan yaxşı zəndən gedin. Çünki Allah Subhanahu heç kəs zülm eləmir. İnsanlar öz özlərindədir zülm etmək, edənlər. Ona görə hərdən görsən, deyinirik öz halımıza və ya cəmiyyətə və s. Lakin günahlar kimdədir? İnsanların özündədir. Və biz bilirik ki, günahlar, bəlalar insanların əməllərinə görə gəlir. Yəni, insanlardan asılıdır bunlar hamısı. İnsanlar necə olacaq, vəziyyət də o cür olacaq. Həmçinin, qardaşlar, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Cabir radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 3 gün ölümündən qabaq dedi ki, sizdən biriniz ölsə, öləndə Allahdan yaxşı zəndən ölün. Yəni, pisləndi gəlmir. Müslim rivayət edir. Həmçinin, yaxşı zəndə olmaq, necə Peyğəmbər sallallahu aleyhi ve sellem hakim rivayət edir, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ən gözəl, ən qəşəng ibadət Allahdan yaxşı zəndə olmaqdır. Ki, demə Allah təala mənə zülm edib və s. Lakin həcc buna aparır səni. Təbii ki, insan belə olanda görsən, təsir verir ətrafa da. Həmçinin, qardaşlar, məbrur həccin,
Yəni, Allah subhanətə o istədiyi həcc. Əgər əlamətlərinin həmçinin necə Həsən Basri rahimullah deyir ki, məbrur həcc nə vaxt sayılır? O da deyir ki, rahimullah, həcdən qaydanda dünyadan zahid olasan və rəğbətin axirət olmalıdır. Yəni, həcc üçün ki, qardaşlar, böyük məktəbdir. Orada insan paltarlardan, kişilərinin paltarlarını çıxarması, ehramı geyməsi, bu hələ belə deyil. Minada qalmağı, çöldə yatmağı, Müzdəlifədə və s. və s. Bunlar hələ belə deyil, qardaşlar. Bunların hikməti var, hamısı həyatı göstərsən, heç nədir. Və belə gəlmirsən, və belə də gedəcəksən, və s. və s. və s. Ona görə həcc, əsl həcc buna təsirləyir insana. Ki, dünya meyliyinə zəiflədir və axirət meyli artırır. Həmçinin bu da əlamətlərindəndir, qardaşlar. Həmçinin düzgün həcc və laqilə həcc, ixlaslı həcc təbii ki, kişinin, qadının əməlinə təsirləyir. Şək yoxdur onda. O lakin, təbii ki, bəzi həcələr də var. Necə Əli bin Əbi Talib, o vaxt, sən hiç yoxsa deyir, mən həcci gələnlər çox gördüm, lakin həcci olanlar az gördüm. Nə Allah bilir, sən hiç yoxsa yox. Əli Ömər Xəttanın qaynatısı deyir. Lakin, bilmək lazım ki, elə həcci gələnlər var, o həcc onun üçün səyahətdir. Yəni, həcci gedir, gəlir, görsən, hələ heç də dəyişməyib. Belələr də var, lakin bu nadirdir. Lakin, əlhamdə, əsasən, həcc çoxsuna təsirləyir. O hissiyatlar ki, qalır insanın həyatında, hətta neçə il keçir, insan o hissiyatlarla yaşayır, görsən. Hətta 50 ildir keçsə, qocalsa da insan yadına salır o hissiyatları, o hissiyatları heç nə əvəz etmir. Ona görə bu da göstərir ki, bu ibadətin əzəmətliyin və ən əsaslı qardaşlar, həcc məktəbi bizə öyrədir, tovhidi. Çünki fikir versən, orada ancaq tovhiddir. Tək Allahlıq ispat olunur, tək Allahın əmirləri, Allah subhanətlə necə deyib, onu çağrışıb qəbul eləmirsən, necə deyib sənə, gelsən ora, bura, gelsən Müzdəlifəyə, gelsən, nədir? Allah subhanətlə əmr edib ona görə. Bu da tovhidin təzahürüdür. Lakin çox təəssüf ki, bəziləri gəlir həcdən, bu cür böyük məktəb, tovhid məktəbindən görürsən sonra gedir qəbirdən istəyir, gedir daşdan istəyir. Amma artıq düzgün deyil. Ki, olmaz. Allahdan qeyrisindən xüsusən o şeyləri ki, Allah ancaq qadirdir, olmaz. Allahdan qeyrisindən istəmək olar, Allah şəriyyətimiz deyən çərçivədə diridən və o şeylər ki, imkanı var. Amma o şeylər ki, imkanı çatır, hətta dirinin və ya ölüdən, ağıllı adam gəlib ölüdən istəməz. Lakin bu ağılsızlıqla, ona görə kimlər ki, Allahdan qeyrisindən ibadət edir, olan ağılsız sayılır. Ağılsız. Ona görə Quran kəmə fikir verirsiniz, ayələrin neçə ayədə deyir ki, bunu ancaq ağıl sahibləri başa düşər. Ağlı olanlar, dərk edənlər. Amma kimlər ki, ağlı yoxdur, dərki yoxdur, onlar başa düşməz belə şeylər. Və həcc budur, qardaşlar, böyük ibadət, əsəmətli ibadət. Vallahi subhanət hala, əlhamdülillah, həcci gedən qardaşlarımızın həccini qəbul etsin, məbrur həcclərdən qəbul etsin. Allah subhanət hala həcdə olmayanlara, o müsəlmanlara nəsib etsin. Allah subhanət bizi dində sabit etsin. Allah subhanət xalqımıza hidayət etsin. Allah subhanət ölkəmizə üçün müsəlman ölkəni xətadan, bəladan qorusun. Allah subhanət o müsəlmanlar ki, xəstədirlər, yarab onlara şəfa ver. Yarab o müsəlmanlar ki, acdırlar, kasıblar, onlara kömək ol. Onlara doyurcu ilə və Allah subhanət ya Rabbi məscidlərimizi açmağa kömək ol. Və kimlər ki, mani olur, yarab onlara elə cəzalandır, başqalarına dərs olsun. أقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب استغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين. عباد الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقيموا الصلاة.